El Clasico'da favorit kimdir? Çempionluğu faktiki təmin etmiş Barcelona, yoxsa bu mövsümdə titulsuz qalmış Real Madrid? Siz kanalımıza abunə olun, biz isə bu maçın qısa analizinə keçək. Dostlar, ilk önce onu qeyd edim ki, işgüzar səfərdə olduğumuza görə biz bu maçın analizini 30 apreldə edirik. Yəni La Liga'nın 34-cü turunu görmədən bu maçın analizini edirik. 33-cü turdan sonra çox maraqlı bir situasiya yaranıb. Belə ki, Barcelona ilə Real arasındakı xal fərqi 11-dir. Bundan sonra 5 turda 15 xal oynanılacaq. Odur ki, Espanyol səfərindən Real Madrid məğlub ayrılarsa və Barcelona da öz oyununu qazanarsa, çempionluğunu riyazi olaraq da təmin etmiş olacaq. Bu zaman Real Barcelona'ya çempionluq koridoru verməlidir və bu da Real'ın qüruru üçün çox böyük bir zərbədir. Əks halda hər iki komanda normativə görə öz xallarını qazanarsa, məhz bu maçdakı qazanılacaq qələbə Barcelona La Liga'nın çempionu edə bilər. İkinci ildə Albadal Hansi Flikin rəhbərliyi altında. Bu da Real Madrid üçün başqa bir həssas zərbə olacaq. Belə ki, bu maça qədər son 6 El Clasico'nun 5-ini Barcelona qazanıb və bunların əksəriyyətini də birbaş üstün olaraq Real Madridi məğlub etmişdi komanda. Turnir cədvəlinə baxdığımızda əlbəttə ki, görürük ki, komandalar arasında xal fərqinin əsas səbəbi vurulan qolların sayındadır. Belə ki, 33-cü turdan sonra hardasa hər iki komanda eyni sayda qol buraxıb, amma Barcelona 87 qol vurduğu təqdirdə Real Madriddə bu rəqəm cəmi 68-dir. Amma XG cədvəli bizə çox maraqlı bir statistika göstərir. Belə ki, buna görə Barcelona vurmalı olduğundan 7 artıq qol vurub, yəni qollar sayında Barcelona overperformans göstərir. Bu da top komanda üçün anormal fiqur deyil. Əksinə, komandanın top olmağının üstünlüyü ondan ibarətdir ki, komanda əldə etdiyi epizodlardan maksimum yararlanacaq. Real Madriddə isə burada anomaliya var. Anomaliya da ondan ibarətdir ki, komanda hardasa 74-75 qol vurmalı idi, amma cəmi 68-ni vurub. Bunun da əlbəttə ki, əsas səbəbi sürpriz, sizin də çox yaxşı bildiyiniz Real Madridin hücumunun sol cinahıdır. Belə ki, Arbeloa'nın da rəhbərliyi altında komandanın pik olduğu dönəmdə, yeganə qısa bir dönəmdə, hansına ki Manchester City ilə Çempionlar Liqası 8-də 1 oyunları da təsadüf etmişdi. Ən əsas oyunçu Mbappé zədələnmişdi və sol cinah Vinicius'un çiyinlərinə çürdü. Vinicius ilə Mbappé'nin bir-biri ilə necə uymamasını biz artıq dəfələrlə demişik. Siz bunu siz də yaxşı bilirsiniz. Sadəcə olaraq gəlin 1-2 oyundan sizə həm video, həm də ki foto fraqmentlər göstərək və başa düşək ki, bu iki oyunçunun belə loru dildə bir-birinin ağzına girməsinin Real üçün fəsadları nədən ibarətdir? Belə ki, gəlin əvvəlcə hər iki oyunçunun istilik xəritəsinə baxaq bu mövsüm. Görürük ki, onların fəaliyyət arealı, fəaliyyət zonası hardasa eynidir. Lakin istilik xəritəsindən daha çox biz vizual şəkildə bunu daha yaxşı görəcəyik. Gəlin baxın, son turlarda Mallorca ilə qarşı olan bir oyundan fraqmentə baxaq. Vinicius ilə Mbappé eyni planlı oyunçular olduğundan onların hərəkət trayektoriyaları da eynidir və epizod onunla tupikə, yəni kör dalana girir ki, orada Vinicius'la Mbappé gedib bir-birinin ağzına girirlər və nəticədə əgər biz bunu dondurulmuş kadrla baxsaq, görürük ki, burada nə baş verir. İlk öncə hər iki oyunçu sol cinahdadır, mərkəzdə onların biri olmalıdır. Baxın, bu mərkəz zonasında boşluqdur. Bu o deməkdir ki, onlara arxadan pas ata biləcək şərti olaraq Arda Güler, Fede Valverde və ya Jude Bellingham üçün ən azı 1 və normada hətta 2 pas kanalı artıq yoxdur. Yəni ortaya pas və ortadan paslarla 3 bucaq yaratmaq ehtimalı sıfırlanıb. Digər tərəfdə Mallorca belə bir təzyiqə qarşı çox asanlıqla, çox rahat şəkildə qorunur. Yəni bir var ki, Real Madrid bütün perimetr boyu hücum edir, bir də var ki, hər şey soldan baş verir. Digər bir oyun bu birinci dövrədə Elche ilə maçdandır. Baxın, burada da çox gülməli bir situasiya yaranıb. Bu da situasiya nədən ibarətdir ki, burada yenə də Vinicius və Mbappé bir-birinin ağzının içinə girir. Onları 3 Elche ilə oyunçu tutur, amma burada hər hansı biri səhv addım atarsa, onların ikisi də bir-birinə ilk mane ola bilən oyunçu olacaq. Nəinki Elche'nin müdafiə işliyi və bu da nəyə gətirib çıxarır ki, əlbəttə ki, Real Madrid hücumda, mövqe futbolunda klassik kəsərliliyini itirir. Son zamanlar ümumiyyətlə Arbeloa'nın da fikir versəz, kommunikasiyası da dəyişir. Yəni əvvəllər Arbeloa bütün şəraitlərdə Vinini və ya Mbappé'ni sığallamaqla məşğul etsə, indi özü də başa düşür ki, artıq yəni belə üzr istəyirəm,
Madrid azarkeşlərindən də, amma yaltaqlanmaqla sən məşqi işi görə bilməyəcəksən də, komandanı oynatmaq lazımdır. Bunun üçün də çoxlu qeyri-populyar qərarlar lazımdır. Buna da qadir olmadığından görə əlbəttə ki, Arbeloa Real Madrid TV-nin yolunu tutaraq hakimləri, nə bilim, küləyi falan hər şeyi bəhanə gətirir. Amma etiraf eləmir ki, komanda oyun olaraq bərbad oynayır və oyun olaraq bərbad oynamasının əsas səbəbi məhz bizim o çox qısa şəkildə göstərdiyimiz iki oyunçunun bir-birinin üstünə düşməsidir. Plus topsuz olanda da biz bilirik ki, nə Vini, nə də Mbappé pressing edir. Əslində bu biraz düz deyil. Vini pressing edir, sadəcə Vini'nin pressingi öz komanda yoldaşlarıyla koordinasiya olunmur. Yəni Vini'nin pressing hiss eləmək qabiliyyəti çox aşağıdır. Mbappé isə çox maraqlı bir pressing hərəkətinə malikdir. Əgər bunu misal üçün Mbappé zənn etsək, Mbappé əvvəlcə bir pressing hərəkəti edir. Misal üçün düşünün ki, top müdafiəçidədir. Müdafiəçi topu atır öz komanda yoldaşına, hansı ki biraz yuxarıdadır. Sonra Mbappé özü yuxarı qalxır və sonradan birinci kanal, orijinal kanal haradakı Mbappé bayaqları pressing edirdi. Top ora qayıdırsa, Mbappé heç vaxt o mövqeyə qayıtmayacaq. Bilməm özünə ayıb bilir, yoxsa sadəcə həvəsi yoxdur. Amma bu da ona imkan verir və bunu da rəqib komandalar dəfələrlə Mbappéyə və Reala qarşı istifadə edirlər. Son 2 ildəki 0 tituluna və Çempionlar Liqasının 4-1-də məğlubiyyətlərinə baxmayaraq Real Madrid yenə də dünyanın top 3-4 komandasından biridir. Oyuna görə olmasa da adına görə ən azından. Ona görə də biz yay dövründə də, yay dövründə də dünya çempionatı ilə yanaşı Madridi çox geniş şəkildə işıqlandıracağıq. Hətta söhbətlər gərginləşdikcə biz sizə Klopp yoxsa Jose Mourinho, onların gəliş ehtimalı və onlarla bağlı ümumiyyətlə danışacaq. İndilik isə çox qısa olaraq Barselonadan danışaq. Barselonanın ən böyük müsbət xəbəri ondan ibarətdir ki, Rafinha komandanın heyətinə qayıdıb. Bəli, Lamine Yamalın zədəli olması Barselona üçün bir arada çox böyük bir itkidir. Çünki gəlin bir qrafaya baxaq və vizual şəkildə Lamine Yamalın necə iki baş bütün qalan La Liga futbolçuları üzərində olduğunu görək. Bu gözlənilən assist və faktiki asisti. Baxın, sadəcə bir dənə sadəcə Yamalın mövqeyinə və qalanlarının mövqeyinə baxmağımız kifayət edir ki, Lamine Yamalın daha bir fantastik mövsüm keçirdiyini və Barselonanın məsələn o XG over performansını və çempionluğunun ən böyük qayələrindən olduğunu görək. Bizim düşüncəmiz ondan ibarətdir ki, Barselona klassik Barselona kimi 4-3-3 taktikası ilə oynayacaq. Burada əlbəttə ki, Robert Lewandowski Real Madrid müdafiəsinə daha çox təhlükə törədə biləcək bir futbolçudur. Amma oyunçuların yeri o qədər də fundamental deyil. Ən əsas məqam ondan ibarətdir ki, bizi maraqlı bir El Clasico gözləyir. Çünki Real Madrid qapanan komandalara qarşı heç nə edə bilmir. Amma Barselona bir tərəfdən qapanmayacaq, amma digər tərəfdən Real Madridin ən qeyri-komfortlu özünü hiss etdiyi man marking, yəni adama adam sıx intensiv təzyiqə salıb boğub öldürməyə çalışacaq və bu maçda da ən azından Real Madridin şərəf məsələsi ondan ibarətdir ki, mütləq nəyin bahasına olursa olsun Barselonanın çempionluğunu ertələməlidir. Bunun üçün də çox güman ki, əgər növbəti turda hər iki komanda qələbə qazanarsa və çempionatın bitməyinə 4 tur qalmış xal fərqi 11 olaraq qalırsa, bunun riyazi yeganə həlli Madridin El Clasico'da Barselonanı Kataloniyada, Camp Nou-da məğlub etməyidir. Siz buna ciddi şəkildə inanırsınızmı? Yəni Real Madrid bütün bu fəlakətlərdən sonra Barselonada özünü toparlayaraq Barselona məğlub edə biləcək, yoxsa bu maçda biz Barselonanın çempionluğunu belə təntənəli şəkildə, dramatik şəkildə təmin etməsinin şahidi olacaq? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə kanalımıza abunə olun və like düyməsini sıxın ki, belə videolar buraxmayasınız.